Demək, hər zaman məndən soruşursunuz ki, yəni məhsulları hardan alırsınız? İnşallah deyirəm sizə. TikTok səhifəsində səhifəsi qardaşın demək halal məzunçu Rəşad qardaş Gəncədə olur. Bax, elə mən də indi götürmüşəm. Baxın, cökə balı. Görün nə gözəl balıdır. Bir dənə buna baxın. Qanı az olan insanlar, meşə balı. Super balıdır bu. Vallahi ki bunu ölüyə ver diriləcək. Baxın elə bir şeydir bu. Sonra propolis. Noxud boyda hər gün atırsınız ağzınıza yatmazdan 1 saat öncə. Çeyin, udun. Çox gözəl şiş hüceyrələrlə qarşı mübarizə aparır. Çiçək tozu həyatınıza salın. Baxın, çiçək tozu. Uşaqlarınızı bax bunu verin mütləq şəkildə. Özünüz də istifadə edin. Bax, qardaşda demək, məcunlar da var, prostat üçün məcun da var, sonra ximiyadan çıxan insanlar üçün immun sistemini qaldırmaq üçün, sonra dazotu yağı, bax, gözəl hazırlayır, verir, çaytikanı yağı var, çörək otu yağı var. Özdə çəkim elə bil prosesində diqqətlidir, halal insandır, mömindir, yəni axirətini düşünən insandır. Hər zaman məndən soruşursunuz ki, hardan alırsınız? Baxın, mən də qardaşdan götürmüşəm, nömrəsini qoyuram. Kimə lazımdır zəng eləsin inşallah. Bütün bölgələrə çatdırılma eləyir. Naxçıvana çatdırılma eləyir. Ölkədən kənara da çatdırılma eləyir Allahın izni ilə. Zəng eləyin. Kimə lazımsa halal bitkilər də var onda. Alaqanqal toxumu var, alaqanqal yağı, çox şey var. Demək olar ki, hər şey var. Zəng eləyin, götürün inşallah.